İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində adi bir gün deyildi. Balaca dostlarımız üçün maraqlı, öyrədici və əyləncəli bir macəra başladı. Dostluğa yol aç adlı bu layihədə uşaqlar həm əyləndilər, həm də yol hərəkəti qaydaları ilə tanış oldular. Hansı işıq yananda dayanmalıyıq? Kırmızı. Afərin, qırmızı işıq yananda biz stop eləyirik. Təlimin əsas qəhrəmanları, polis əməkdaşları və müəllimlər qaydaları uşaqlara oyunlar vasitəsilə izah etdilər. Əsas məqsəd isə sadə idi. Uşaqlar həm öyrənsin, həm də öyrəndiklərini gündəlik həyatda tətbiq edə bilsinlər. Mən düşünürəm ki, onların gələcəklərində də, bugünkü günlərində də çox əhəmiyyət kəsb edəcək ki, yol hərəkəti qaydalarına riayət etsinlər. Ən əsası onlara biz bugün işıqforlarla hərəkəti, yəni piyadalara aid olan işıqforlarla sürücülərə aid olan işıqforlar arasındakı fərqi izah etdik. Piyada keçidləri, yeraltı, yerüstü keçidlər barəsində məlumatlar verdik. Uşaqlar müəllimlərlə birgə yol nişanlarını öyrəndilər, suallara cavab verdilər, öz kiçik şəhər yollarında düzgün hərəkət etməyi sınaqdan keçirdilər. Bu sadəcə bir təlim deyil, həm də yadda qalan praktik bir dərs oldu. Burada apardığımız maarifləndirmə işlərində bir daha gördük ki, uşaqların diqqətini yoxladıq. Rəngləmə materialından, oyunlarla. Bu da onlar üçün əyləncə oldu. Mən elə bilirdim ki, bu oyunda alınmayacaq, ancaq çox gözəl alındı. Buna da çox sevindim. Yəni ki, bilirsinizmi, adi metodla danışaq, dinləsinlər, sonra onlar da bizə danışsınlar. Belə şey ümumiyyətlə yol hərəkəti qaydalarında o qədər də maraqlı effekt vermir. Ümumiyyətlə bu uşaqlarda isə daha gözəl oldu, daha maraqlı oldu, əyləncəli oldu. Onların üzündəki sevinci görəndə mən də sevindim. Maket yollar, piyada keçidləri, işıqforlar, nişanlar. Bütün bunlar uşaqlar üçün əsl oyun meydanına çevrildi. Burada onlar real həyatda qarşılaşacaqları vəziyyətləri canlandırdılar və düzgün davranış qaydalarını əylənərək mənimsədilər. Sizə də afərin deyil. Biz bitirdik. Afərin, ən çalaq. Yekunda uşaqlara diplomlar təqdim olundu. Bu kiçik hədiyyələr onların gələcək uğurlarının rəmzi idi. Çünki onlar artıq həm qaydaları bilirlər, həm də onları tətbiq etməyə hazırdılar. Bu günləri yol qaydalarını öyrəndik, bilmədiyimiz şeyləri öyrəndik. Çoxlu oyunlar oldu. Mən piyada komandasındaydım. Çox sevinirəm ki, mən qalib olmuşam. Biz bugün yol hərəkət qaydaları haqqında öyrəndik və burada bizim bilmədiyimiz şeylər, bildiyimiz şeylər, hətta bizə yarışmalar, oyunlar və başqa şeylər də öyrətdilər. Bu bizim üçün çox maraqlı oldu. Bir gün çox maraqlı oldu. Puzzle qurduk, çoxlu oyunlar oynadıq və yol qaydalarını daha yaxşı öyrənə bildik. Mənə puzzle qurmaq daha yaxşı idi və biz fotoğraf haqqında bilmədiyimiz bütün şeyləri bildik, yol hərəkəti qaydalarında və hamımıza mükafat verdilər. Bugünkü günü çox sevdim. Bugün öyrəndikləri onların sabahki təhlükəsizliyinin təməlidir. Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Dövlət Yol Polisi və Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşəbbüsü ilə keçirilən bu tədbir uşaqlara yalnız qaydaları deyil, həm də məsuliyyətli vətəndaş olmağı öyrətdi. Çünki dostluq da, təhlükəsizlik də qaydalardan başlayır.